Və Mərakeşdə son günümüzdür. Mərakeş ölkəsində son günümüzdür. Deyəcəklərim çoxdur. Gedib bir dənə çataq bilet alaq deyəcəyəm. Artıq qayıtmaq vaxtıdır, ona görə ayrılırıq Mərakeşdən. Ayrılıq. Gülə-gülə ayrılırıq. Çağırır, Bir-birimizi başa düşməyə bizim ayrılıyoruz burada. bitti bizim Mərakeş romanı bitti. Amma biz qərar vermişik ki, inşallah başqa şəhərlərdə Avropa ölkələrdən bura yenə gələcəyik. Bəli. Aeroportdayıq, gəlmişik aeroportda. Qəşəng kofe içdik. Və mən isti şokolad içdim, mamam kapuçino içdi. Mən yanında da isti şokoladın yanında muffin kek yedim. Münaqişə sizə macəranı danışım. Mərakeşdəyik. Axşam oldu, yeməyimizi yemişik. Gəldik vağzala. Vağzala gələndə baxdıq elə tabloya. Bilet satılıb qaldı. Həm də getdik orada işçilərdən soruşduq. Dedik Mərakeşə, Kazablankaya son qatar var, gedən. Yəni indi vaxtda. Dedilər ki, yox, tarixdir. An tez olacaq. Yəni səhər olacaq 4:30-da Kazablankaya var qatar. Dedik, yaxşı, biz 4:30-a nətər oturaq orada, yatmaq yeri yoxdur, uzanmalı başdır. Narahat oldum, mamam əsəbləşdi orada. Mamam günahlandırdı ki, məni ki, bəs deyildə, vaxtında gəlməmişik bağzala. Dedim, gedib avtobus qaldı, avtobus station'a, bus station'a. Çünki avtobus da var da, Kazablankaya gedən. Hər nəysə, nəhayət avtobusa mindik. Çatdıq 4 saat müddətinə çatdıq Kazablankaya. Yəni əməl başda bir aksiyon, dolu macəra yaşandı. Yəni mamam əsəbləşdi, mən narahat oldum ki, yəni o boyda yazmışıq, axırda belə olması düzdür da, narahat oldum biraz. Amma narahat boşaymış. Mindik taksiyə. Isə bir də taksidən danışmayın. Burada şoferlər İngilis dilini bilmirlər, ancaq ya fransızca, ya ərəbcə. İngilis dili Mərakeşdə dünya dili deyil. Yəni Mərakeşə gəlirsinizsə, haradasa bir fransız dili öyrənmək üçün 3 ay vaxt lazımdır ki, o fransız dilini mənimsəyəsiniz. Çünki burada İngiliscə danışırsa elə qəribə baxır adamlar, deyir, bunlar bilmirlər, başa salmaq olmur bunlara. Minmişik taksiyə. İndi taksiyə gedirik otelə. Gecə saat 1-dir. Otelin konumunu bilmədi şofer. Göstərdi GPS-də ki, oradadır da, küçəsini və hər küçəsinin adı falan göstərdi. Başa düşmədi. Da bitər əl-qol hərəkətləri ilə başa saldıq. Öyrətdik ki, konumuz oradadır, apar bizi ora, hər nəysə. Bir-birimizi əl-qol hərəkətləri ilə başa düşə çatdıq otelimizə. Və çatanda otelimizə saat haradasa bir 2-nin yarısı idi. Yuxumuz gəlmirdi, çünki avtobusda yatmışdı. Yuxumuzu almışdı. Çay içdik, maraq konuşdu. Paylaşmışam, baxarsınız avtobusda. İnşallah düzəldim, editliyim. YouTube'da da paylaşacağım. Oradan da tam baxarsınız, tam vlogda. Hər nəysə. İndi isə getmək vaxtıdır. Ayrılırıq, güldük, ağladıq, əsəbləşdik. Amma yenə də dayaq. Bura gəlməyə dayaq. Biz Mərakeşin 3 dənə şəhərində olduq. Kazablanka, Rabat, Mərakeş. İnşallah o birisi şəhərləri də qismət olsa çatdırarıq. Qismət olmasa can sağlığı. İstəyirik gələn dəfə Portuqaliya yox, İspaniyadan Cavatar boğazı ilə gəmidən keçər liman şəhəri olan Tancerə. Oradan da Fasa, Şaxşabana, ən azı burada Mərakeşə, çünki aeroport yoxdur Tancada. Bir də Fasda zaten. Bu şəhərlərdə yoxdur. Ona görə axırıncı günümüzü Mərakeşdə istədik. Belə.
Sizə xoş uçuşlar.